Vergi məcəlləsinə dəyişikliklər paketinin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviqi, onların vergi yükünün azaldılması, daxil olmalarının və büdcə gəlirlərinin tənzimlənməsidir. Bununla yanaşı dəyişikliklərin məqsədi vergi nəzarət mexanizminin təkmilləşdirilməsi və kölgə iqtisadiyyatına qarşı mübarizədir. Sosial sığorta haqqında qanuna təklif edilən dəyişikliklər isə sahibkarların sosial sığorta yükünün optimallaşdırılması, Naxçıvan Muxtar Respublikasında ödənilən məcburi dövlət sosial sığorta haqlarının subsidiyalaşdırılmasını əhatə edir. Sosial sığorta tədbirləri kimi Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektləri, yəni burada biz özəl sektordan söhbət edirik. Bu həmin sahibkarlıq subyektləri 2026-cı ildən 2029-cu ilədək 100% miqdarında, 2029-2032-ci illər aralığında 80% miqdarında, 2032-2034-cü illər aralığında 60% miqdarında, 2032-2036-cı illər aralığında isə 40% miqdarında dövlət vəsaitləri hesabına subsidiyalaşdırılırlar. Buradakı kateqoriyaya əsas diqqət etmə məqamlardan biri ondan ibarətdir ki, biz Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçən istehsal, emal və hasilat sahəsində fəaliyyət göstərən sahibkarlardan söhbət açırıq. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-dövlət sektoruna aid fərdi sahibkarların özləri üçün ödədikləri məcburi dövlət sosial sığorta haqları 2036-cı il yanvarın 1-nədək dövlət büdcəsi hesabına tam subsidiyalaşdırılacaq. Neft-qaz sahəsində fəaliyyət olan vergi ödəyicilərini, əlavə olaraq maliyyə sahəsində və yükdaşıma fəaliyyətində fəaliyyət olan vergi ödəyicilərini, həmçinin dövlət vəsaiti hesabına fəaliyyət göstərən podratçıları biz burada istisna etməliyik ki, onlar bu güzəştlərdən yararlana bilmirlər. Ancaq Naxçıvan Muxtar Respublikasında qeydiyyatdan keçərək fəaliyyət göstərən podratçılar bu güzəştlərdən tam şəkildə yararlana bilirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin 2025-ci il dekabrın 9-da qəbul etdiyi vergi məcəlləsinə və 16 qanuna dəyişiklikləri təsdiqləyib. Xosrov İbrahimov, Tərlan İbrahimova, Rahib Babayev, NTV Xəbər.